Hər kəsə salam dostlar, əziz izləyicilər. Bu günlərim dərs çox müəyyən hazırlaşma metodikası ilə bağlı məsələləri danışacağıq. Bilirik ki, DİM qərar verdi artıq 9 mart və 11 martda imtahanlar olacaq və təxmini bizim 45 gün vaxtımız var. Dəfə 9 martı götürəndə. İlk öncə onu bildirmək istəyirəm ki, elə videonun başlığında bizim fevralın birindən martın 9-una, 8-nə kimi olan bir qrupumuz olacaq. Qrupda nə edəcəyik? Qrupda hər mövzu təkrar edəcək. Hər gün sınaq. Sonra hər gün dərs. Dərslərimiz də saat 21:30-da başlayacaq. Ondan sonra hər gün əlavə, sınaqdan əlavə dinləmə və oxu mətnləri, o cümlədən esse. Yəni bunların hamısı cəmi 30 azın bir dəfəlik ödənişlə olacaq. Zaten bir ayda bu şəkildə olacaq. Bu belə. Ondan sonra gəlin dostlar, biz bu bir ayda 45 gündə nələr eləməliyik? Birinci, indi qoşulmazdan əvvəl hər gün sınaq işləmək lazımdır. İkinci bir məsələ, yeni mövzuları öyrənmək lazımdır. Yeni mövzular mesela had beta mövzusu var. Conditional. Sonra indirect speech. Yəni bunlar çoxdur mövzu, yeni mövzular var. Bunları öyrənmək lazımdır. Sonra söz təkrarı etmək lazımdır. Əsas öyrənmək lazımdır sinonim. Sonra antonim. Ondan sonra hər gün dinləmə və reading işləmək lazımdır. Bunlardan savayı bizim öz dərsimizdə edəcəyimiz bir məsələ var ki, dinləməni 3 aksentdə azacağıq. Yəni bu məsələdir. Şu anlar indi gəlin keçək, hazırlamışam bir cədvəl, amma cədvəl təxmini 26 yanvar tarixində başlayır, bitir 19 fevral tarixində. Bu təxminən 25 günlük falan bir dənə dərsdir. Hər dərsə bir gün vermişəm. Məsələn, 1 fevral, 2 fevral tarixlərində sırf tensor mövzusunu işləyirsiniz. Necə? Bundan istifadə etsəz, bu PDF-i mən Telegram kanalıma da atacağım. Telegram kanalınızı yorumlarda göndərəcəm də məsələni. Bax, bunu işləsəz nə edirsiniz? İlk öncə mövzu izahına baxırsınız. Yəni günümü mən xərcləyirəm buna. Sonra topludakı son sualları işləyirsiniz. Hamısını yox, sonlara doğru olan sualları işləyirsiniz. Sonra bir dənə mövzusunu işləyəcəksiniz, mövzu. Sonra da ümumi qayda olaraq ümumi sınaq işləyin. Və ən əsas məsələ bu izahdan sonra qayda kitabına da baxın. Yəni bu məsələlərə fikir verərsiniz. İndi burada məsələn gerund infinitiv bir mövzudur, complex proposition 2 gündür, conjunction 2 gündür. Bu 17, 18, 19 fevralların tarixlərində də yeni mövzulara xüsusilə sırf bu mövzulara doğru işləməyinizi istəyəcəm. Biz məsələn mart ayının 1-dən, artıq mart ayının 1-dən 8-nə olan müddətdə isə nə edəcəyik? Qəbul. Yəni zaten qəbulu biz sürət qrupunda artıq işləmişik, model testlərdə işləmişik. Ondan sonra düşə biləcək proqnoz suallar. Yəni bu bir ayda necə effektiv ala biliriksə, onun hamısını alacağıq. Nömrəm də 999 702 54 4 nömrəsinə yazarsınız.
Gəlin ki, indi ingilis dilini falan dedik, Azərbaycan dilindən falan nə etmək lazımdır? Azərbaycan dilində sınaq, çoxlu mətn və bunlar üçün də nə etmək lazımdır? Açıq yaz sınaqları qrupuna qoşulmaq lazımdır. Ya da sürət qrupuna, ya da müəlliminizlə bir yerdə hər gün əlavələrə gedin. Ya bunları eləsəz, vallah deyirəm 50 bal, 60 bal, nə qədər istəsiniz artıra bilərsiniz. Dostlar, məndən bu qədər. Sağ olun, salamat qalın.